Mən İbrahim Rüstəmli 1993-cü ildə Zərdab rayonunun Şah Hüseynli kəndində anadan olmuşam. Kənd orta məktəbində təhsil aldım. 2011-ci ildə hərbi xidmətə çağırıldım. Xidmətimi başa vurub kəndə qayıtdım, ailə qurdum. 2 övladım var. 2016-cı ilin aprel döyüşlərində könüllü olaraq iştirak etdim. Vətən müharibəsi başlayanda da könüllü olaraq cəbhəyə yollandım, torpaqlarımızın azadlığı uğrunda döyüşdüm. Döyüşlərdə topçu kimi iştirak edirdim. Oktyabr ayında yüngül qəlpə yarası aldım və bir müddət müalicə olunaraq yenidən cəbhəyə yollandım. Xocavənd rayonunun bir neçə kəndinin azad edilməsində iştirak etdim. Xocavənd ərazisində azanı ilk dəfə səsləndirmək mənə nəsib oldu. Noyabr ayında Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış bir neçə əsgər yoldaşımızı mühasirədən çıxmasına kömək edərkən özüm də ağır yaralandım. Ayın 4-də torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldım. Müharibəyə gedərkən anama demişdim ki, şəhid olsam narahat olmayın, təki vətən sağ olsun, millətimiz sağ olsun. Əminəm ki, atam, anam, oğlum və tezliklə dünyaya gələcək ikinci övladım həmişə mənimlə fəxr edəcəklər.